Bitcoin. Satoshi'nin dəli olacaq. Bitcoin nədir? Nə olub? Bitcoin yaratmışdım. Hər hansı ölkəyə aid olmayan, dünyanın istənilən yerində alınıb satılan bir pul vahidi düşünürsünüzmü? Məncə artıq düşünün. Çünki qlobal bazarda avro və dollara alternativ olaraq rəqəmsal bir pul vahidi Bitcoin mövcuddur. Bitcoin 2008-ci ildə Satoshi'də Bitcoin 2008-ci ildə Satoshi Nakamoto'nun Bitcoin 2008-ci ildə Bitcoin 2008-ci ildə Satoshi Nakamoto ləqəbli şəxs tərəfindən yaradılıb. Bu şəxs sonra öz kimliyini açıqlayır və məlum olub ki, əslində Bitcoin-un yaradıcısı Avstraliyalı biznesmen Craig Wright'dır. Bitcoin ilk vaxtlar sırf informasiya texnologiyaları sahəsi üçün nəzərdə tutulmuşdur. Yalnız sonralar bu pul vahidi dəyər görməyə başladı və əhatə dairəsi genişləndi. Bitcoin nədir? Bitcoin rəqəmsal pul vahididir. Heç bir banka, rəsmi qurumla əlaqəsi yoxdur. O, üçüncü bir vasitəçiyə ehtiyac olmadan rahat şəkildə alınıb satıla bilər. O, dollar və ya avro kimi çap olunmur. Nə olmayıq? Atan dezertirsən, zatır mənim Bitcoin'im var. Bitcoin'in istehsal prosesi mining, yəni mədənçilik adlanır. O, xüsusi quraşdırılmış qurğular və kompüterlər vasitəsilə istehsal olunur. Əgər mədənçilik işinə tək başlamaq istərsəniz, xüsusi kompüterləriniz və azca texnoloji bilikləriniz olması kifayətdir. İlk olaraq proseslə işləyən mədənçilik artıq öz yerini 50-100 dəfə daha sürətli işləyən qrafik kartla əvəz etmişdir. Bu o deməkdir ki, əgər sizin ekran kartınız sürətli işləyirsə, sizin mədənçilik işiniz bir o qədər yaxşı olacaq. Həmçinin mədənçilik üçün xüsusi olaraq qurulmuş sistemləri ala və yaxud da kirayəlaya bilərsiniz. Ancaq artıq bu proseslər getdikcə daha da çətinləşir. Yəni, Bitcoin-u rahat əldə etmək biraz. Beyninizdə belə bir sual yana bilər ki, əgər mən Bitcoin-i istehsal edə bilmirəmsə, bəs onu necə əldə edə bilərəm? Əslində, bunun da həlli var. Belə ki, sonra onlayn alış-veriş zamanı belə ala bilərsiniz. Və yaxud Bitcoin-ı dostunuz, tanışınızdan kirayəlaya bilərsiniz. Həmçinin Bitcoin-i xüsusi qurulmuş ATM-lərdən də əldə etmək mümkündür. Onun dəyəri bazadakı tələb və təkvin nəticəsinə təyin edilir. Şəbəkədə həyata keçirilmiş istənilən əməliyyat barədə məlumatı blockchain deyilən məlumat bazasını əldə etmək mümkündür. Bitcoin necə istifadə olunur? Əgər siz elçiliyə getmişsinizsə, qızınızı tərifləmək üçün yox, elçiliyə qız tərif getdi, oğlan tərif. Əgər oğlunuzu təqdim edirsə, Bitcoin hesabını göstərmək çox böyük bir zarafat elə. Əskər getməyib olan Bitcoin var. Bitcoin istifadə edə üçün hesabınız olması vacibdir. Bu elektron partmana mobil telefonunuz və yaxud da kompüter vasitəsilə yaradıla bilər. İnternet üzərində olan web servislərdən istifadə edə bilərsiniz. İstifadəçi başına düşən hesab sayı isə limitsizdir. Yaratdığınız virtual portmanat vasitəsilə rəqəmsal pulu göndərər, təcrübəyə, toya sala bilərsiniz. Falankə stoyumuza Bitcoin salınmışdır. Deyə bilərsiniz, Bitcoin-i qazandım, əldə etdim. Bəs onu necə xərcləyim? Çıxardığınız, əldə etdiyiniz Bitcoinlər vasitəsilə internetin alış-veriş belə edə bilərsiniz. Qeyd edək ki, hazırki versiyaya görə Bitcoin-in dəyəri 2600 ABŞ dollarıdır. Nə olmayıq? Atan dezertirsən, zatır mənim Bitcoin'im var.